Salam əziz izləyicilərim. Bugün mən salat hazırladım. Videolarımın davamı üçün bəyən düyməsine basıb kanalıma abunə olmağı unutmayın. İndi isə keçək hazırlanmasına. Bizə lazım olan ərzaqlar çoxundur. Qağdalı, qırmızı soğan, şivit və petroşkadır. Soğanı yarım halqalar şəklində nazik olacaq formada doğrayırıq. Məndə soğan biraz böyük olduğuna görə mən bu formada doğradım. Soğanı doğrayıb qaba əlavə edirəm. Sonra isə çoğundurub doğrayıram. Kub-kub şəklində xırda. Onu da qaba əlavə edirəm. Üstünə qarğıdalını da yuyub əlavə edirik. Petroşka və şeviti də xırda-xırda doğrayıb. Üstünə əlavə edirik. Sonra duz, isti un, 2 diş sarımsağı. Sonra da biraz duru yağ əlavə edib yaxşıca qarışdırırıq. Qarışdırandan sonra qaba qoyub servis edə bilərsiniz. Fərqli dediyim kimi fərqli dad sevənlər üçün ideal reseptdir. Siz də bu formada eləyə bilərsiniz. Eləyəcək olan hər kəsə indidən nuş olsun. Hələlik.